Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva bugün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlər arası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvərliyə görə birinci vitse-prezidentə təşəkkürünü bildirdi. Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlər arası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı. Görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq, ikitərəfli mədəni humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. ASTV xəbərin xüsusi buraxılışını təqdim etdiyi diqqətiniz üçün təşəkkürlər, sağ olun, salamat qalın.